Bacımın uşağı düz 2 gündür ki məndən soba praşkası hazırlamağımı istəyir. Mən bilirəm ki, o püreli sevmir, sosisli sevir, ona görə də onunla sosisli etdim. Bu reseptdə süddən istifadə eləmirəm, çox ləzzətli bir yumşaq xəmir alınır. Su, quru maya, şəkər tozu, duz, mayonez və xamanı bir qabın içərisinə əlavə edib qarışdırırıq. Reseptin dəqiq miqdarını açıqlama bölümünə qeyd edəcəm. Daha sonra aldığı qədər un əlavə edirik. Niyə aldığı qədər un deyirəm? Çünki unun marka və keyfiyyətindən asılı olaraq miqdarı dəyişə bilər. 3 yemək qaşığı kərə yağı ilə də xəmiri toparlayırıq. Düz 1 saat xəmir mayalansın. Təbii ki, sosis seçimim uşaqlara da rahatlıqla verəcəyim sabun bu kabablıq sosisləridir. Sosis həqiqətən də adının haqqını verir, sanki manqalda hazırlanmış bir sosislərdir. Xəmirimizi 110 qramdan kündələyirəm, arasına mən pendir də vurdum. Sosisləri bölmədən bütün halda qoyuram, bu formada etdikdən sonra üzərinə bağlayıram, hardasa 20 dəqiqədə belə mayalansın. Üzərinə sadəcə yumurta sarısı əlavə edirəm və qayçı ilə belə kəsimlər atıram. Öncədən istilmiş 200 dərəcəli sobada üzəri və altı qızarana qədər bişirirəm. Təsəvvür edin ki, sosisin də yağı əriyib içərisinə dağılmışdı, çox ləzzətli idi. Dadından və qoxusundan doymaq olmurdu. Bu qədər nuş olsun, göz haqqınızı halal edin. Bu və ya daha maraqlı videoların ardı üçün məni izləməyi unutmayın.